Herkese salam dostlar, mən Əliko. Bugün Kidnad oynayacağıq dostlar. Deməli dostlar, bu oyun təzə çıxıbdı. Amma dostlar, bu 2018-2019-cu illərdə bu belə bir oyun var idi. Oyunun adı Psikopat Han idi. Sonra bu oyunu Keplernes diye bir şirkətə satdılar. Yəni Mr. Meat'di. Sonra nə bilim, Ice Cream'in yaratıcısı var ya, bax o şirkətə satdılar. Psikopat Han'dan Mr. Beast'e keçmişdi oyun. İndi bunun belə bir versiyası çıxardılar. Çaxması deyə bilərik yəni. Başlayaq oyuna. Belə də bir intro var. Benim Mr. Meat'e dəqiq baxsanız oxşayacaq yəni ev. Bu biraz böyüdüldü sonra. Onun da Mr. Meat videosu bir gün gələcək dostlar. Başladıq oyuna. Bu da belə Granny kimsəsiz işidəndir. Bu çox dönür. Bunu aşağı edək. Bu nədir? Biraz çox dönür. Bunu biraz yaxşıdır biraz. Burada nə var? Bu var. Burada da bu nə işə yarayır onu göstərir. Buna yarayır əslində. Yine bu da bir kız oğruyub dostlar. Bu kızı kurtaracağıq biz. Yani eyni məntiqdir. Mr. Meat'də də var o. Diye burada da psikopat. Deyək buna. Gördüğünüz gibi. Mesela ben buradan geleyim. Bu ne değil? Bu lazımlı bir şeydi. Kapıyı bağlayayım. Buradan açaq. Bu bura geldi. Hemen buranı açayım. Açtım buranı. Buralara bakaq görək nə var. Bu var. Buraları açım. Tez. Ve getdik. Qızlar xilas elədik dostlar. Qaçdıq. Bu kadar dostlar. Dostlar bu oyunun hard modda var, ekstrem modda var. Bunlar da inşallah bir videoda çəkəcəm. Bir video oynayacağım bu ikisində. Video bura qədər dostlar, sağ olun, salamat qalın.